Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünü məşğulluq proqramının icrasını davam etdirir. Nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə bu dəfə Laçın, Xocalı, Ağdərə və Xocavənd rayonlarında daha bir qrup şəxsə proqram çərçivəsində çatdırılma xidməti, kiçik dərzi sexi, qadın gözəllik salonu, kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti, arıçılıq təsərrüfatı, keçicilik təsərrüfatı, maldarlıq təsərrüfatı və qoyunçuluq təsərrüfatı zərfləri üzrə aktivlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar istehsal, xidmət və kənd təsərrüfatı istiqamətləri üzrə kiçik ailə bizneslərini yaradıblar. Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünü məşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər. İndiyə qədər Böyük Qayıdış proqramı çərçivəsində doğma yurtlarına köçürülmüş sakinlərdən artıq 633 şəxs özünü məşğulluq proqramının dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını yaradıb.